Bugün Brüssel şehrinde 26 fevral Xocalı soyqırımı ile bağlı miting təşkil olunub ve biz de burada toplaşmışıq ve bu bizim borcumuzdur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Xocalı'da vəhşicəsinə öldürülen insanları heç vaxt unutmayacağıq ve onların heç faciəsini unutmayacağıq. Ədaleti sona kadar istəyəcəyik. Bu kadar Azərbaycanlılar toplaşıb bura, bayraq çoxdur. Hətta bir adam iki bayraq tutub əlində. Ona göre ki biz Azərbaycanı sevirik. Qarabağın ayrılmaz hissəsi Azərbaycan. Burada Mirzə Sakit de durup ama neyse bayrağı Azərbaycan bayrağı değil. Hindistan Türklərinin bayrağını tutup Mirzə Sakit elinde. Neyse. Zarafat eləyirəm. Bilirsiniz ki mənim zarafatsız işim keçmir. Ama bugün doğrudan da bir faciəli gündür. Burada durup Kenan Qafarov, Əsəd bəy Qasımov, İlkin Hüseynzadə, arkadaşlar, Emin mitingimiz bu saat itibariyle Babayev başlamıştır. ve başkaları. Mümkünse polisin bizden